Xoş gördük sizləri. Bugün bir çox insanlarımızın əslində çox tez-tez rastlaşdığı, lakin bu simptomu ciddiyə almadığı, xüsusilə də erkən dövrdə ciddiyə almadığı, çünki ağırlaşmış dövrdə artıq bu simptomlarla həkimə müraciət etdiyi, bəzən də ürək-damar cərrahlarına qədər gedib çıxdığı bir simptom haqqında, ayaqların buzlaması haqqında danışmaq istəyirəm. Çünki ayaqların buzlaması zamanı bir çox insanlarımız nədənsə isidicilərdən, qalın corablardan istifadə edirlər və uzun müddət effekt görmədikdə belə nədənsə həkimə müraciət etməmiş olurlar. Birinci növbədə, əgər bu simptom varsa, altda bir çox xəstəliklər vardır deməkdir və mütləq şəkildə hamısını araşdırmaq lazımdır. Əgər ayaqlarda buzlama yaşayırsınızsa, bu qan dövranının pozğunluğu aradan qaldırılmadan bu düzəlməyəcək. Qan dövranı xəstəlikləri periferik spazma bağlı bir xəstəliklərdir ki, xüsusilə də zərərli vərdişlərdə, siqaret çəkmədə, tütün çəkmədə damarlar daralır. Çox oturaq həyat rejimi, hansılar ki, insanlar ümumiyyətlə hərəkət eləmirlər, artıq çəki zamanı bu artıq damarların bir spazmına gətirib çıxarır ki, təbii ki, burada artıq buzlamalar baş verir. Hipotenziya dediyimiz, yəni arterial təzyiqin düşməsi də bir çox insanlarda rast gəldiririk. Bu zaman orqanizm kompensator olaraq hədəf orqanları olan ürək, beyin və böyrəkləri daha çox qanla təmin edir və nəticə etibarilə əl və ayaqlar ikinci plana keçdiyi üçün həmin yerlərə qan daha çox getməmiş olur. Bundan yanaşı, qan azlığı, yəni anemik xəstəliklər, xüsusilə də dəmir defisitli anemiyalarda oksigenin daşınması toxumalara zəifləyir və ətraflara zəif getdikləri üçün də qan azlığı olan insanlarımızda ümumi soyuma, üşütmə hissi olduğu kimi ayaqlarda, əllərdə daha çox rast gəlinir. Bunlarla yanaşı, qanxanvari vəz xəstəliklərində də, yəni hipotireoz dediyimiz bir durumda maddələr mübadiləsinin zəifləməsi nəticəsində bir orqanizmdə enerji balansının itkisi baş verir ki, bu cür insanlarda əl və ayaqlarda soyuma, quruluq və halsızlıq, hətta piylənməyə qədər gətirib çıxara bilən simptomlar görürlər. Eyni zamanda, bəzən bu cür hisslər var, amma həqiqi soyuqluq yoxdur. Bu daha çox şəkərli diabet xəstələrində gördüyümüz bir durumdur ki, bu zaman sinir sistemi zədələnmiş olur və həmin nahiyənin sinir ucluqları zədələndiyi üçün insanlarımız həmin soyuğu hiss etməmiş olurlar. Bu da həmin nahiyələrdə isti olsa da belə ayaqlarda keymə, cimcimələnmə hissi ilə müşahidə olunduğu durumlar olur ki, artıq tək şəkərli diabet yox, eyni zamanda diabetik neuropatiya da qoşulur və nəticədə bu artıq ağırlaşmış bir simptoma və ağırlaşmış bir xəstəliyə keçirilmiş olur. Bütün bunlarla yanaşı bir simptom da vardır ki, Raynaud sindromu dediyimiz bir durum, xüsusilə də soyuq havalarda, ciddi streslər zamanı xırda damarlarda spazm baş verir və nəticədə bu cür insanların əl və ayaqlarında, xüsusilə də barmaqlarda öncə ağarma, sonra göyərmə, qızarma baş verir və nəticədə də həmin ətraflar və ətrafların ucları buzlamış olur. Əgər bu simptomları özünüzdə müşahidə edirsinizsə, mütləq şəkildə bir həkimə müraciət edin, altda yatan səbəbi tapılsın və gecikmiş xəstəliklərə son qoyun.